Tam mülkiyyət Kupçalı. Çox gözəl, müasir üslubda inşa olunmuş bir mərtəbə, 3 otaqdan ibarət həyət evi təqdim edirəm sizlərə. Bir daha qeyd edirəm, torpağın və evin çıxarışı var. Evimizin ətrafına fırlanmaq mümkündür. Baxın, sol kənarını görürsüz. Burada quraşdırılıb kombi, radiatorlar, vitraj pəncərələr qoyulub evimizə. Həyətinə rahatlıqla bir avtomobil daxil olur. Yerdən kürsülüdür. Yerləşmə ərazisi. Abşeron Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin arxa hissəsi əsas yola yaxın. Yəni yeni çəkilmiş Novxanı Pirşağı yolu ilə evin arasında məsafə 800 metrdir dəyərli izləyicilərim. Tam olaraq 800 metr məsafədə yerləşir Novxanı Pirşağı yolundan. Evimizin arxa tərəfinə də rahatlıqla keçmək mümkündür. Bir daha qeyd edirəm, müasir üslubda çox gözəl, zövqlü şəkildə tikilib. Həyətinə rahatlıqla bir avtomobil daxil olur və gördüyümüz evin daxilində bütün əşyalar qiymətə daxildir. Sənəd paket kupçadır. Torpağın və evin kupçası var. Yerdən kürsülüdür. Xüsusi bir qeyd edim ki, bu ərazilər hündür ərazidir. Burada su basma falan olmur. Bir daha yerləşmə yerini sizlər üçün qeyd edirəm. Novxanı Pirşağı yolundan 800 metrlik məsafədə yerləşir. Bir istiqaməti də Masazıra aiddir. Yəni Masazıra da yaxındır. Daxil oluq evimizin içərisinə. Evimiz ümumi olaraq isti döşəmədən ibarətdir. 3 otaq və mətbəxdən. İlk olaraq soldan başlayırıq mətbəximizlə. Bu şəkildə mətbəxdir. Yeni mətbəx mebeli quraşdırılıb. Tam olaraq əşyalı satılır. Ev sahibi bir təkcə paltarını götürüb çıxır evdən. Növbəti qapı qonaq otağımızdır. Çox gözəl, şirin, əla bir 3 otaqlı yığcam bir evdir də. Yəni çox böyük genişliyi yoxdur, amma çox şirin bir evdir. Vitraj pəncərələr qoyulub, çox gözəl müasir üslubda tikilib. Tam olaraq bütün əşyalar qalır. Sənəd paket kupçadır. Torpağın və evin kupçası. Bu hissədə bir yataq otağımız var. Görürsünüz bu şəkildə. Bütün pəncərələrin qarşısı tam olaraq açıqdır. Qiymət açıqlama bölməsində qeyd olunacaq və bütün əşyalarla birlikdə satıldığı qiymət qeyd olunacaq. Hamam sanuzelimiz tam olaraq aksesuarlarla təchiz olunub. Ərazidə bütün kommunallar mövcuddur. Mərkəzi kanalizasiya sistemi var. Ətraflı məlumat üçün buyurub bizimlə əlaqə saxlaya bilərsiniz.